Mövzum OKP-dir və OKP ümumiyyətlə nə deməkdir? Obsessiv-kompulsiv pozuntu və əsasən bu gün obsessiyalardan danışmaq istəyirəm. Yəni onlara qarşı necə davranmaq, nə etmək, necə düşünmək, necə baryer yaratmaq. Deməli, obsessiya sözü ümumiyyətlə sizi yoran, bezdirən, qarabaqara izləyən ən çox da qorxudan düşüncələrdir. Yəni insanlar da OKP-nin hələ yaranma səbəbi nədir? Onlar axı əvvəlcədən çox güclü şəkildə çoxlu gəlmirlər. Yavaş-yavaş güc yığırlar, çoxalırlar, düzdürmü? Və sizin də metodunuz, sizin də yolunuz onlara qarşı bu cür olacaq. Yavaş-yavaş və get-gedə çoxalacaq. Yəni bu danışdığım bugünkü metod nə edəcək? Zamanla siz güc yığacaqsınız onlara qarşı. Obsessiya sözünü də mən indi burada dəyişdirmək istəyirəm. Çünki obsessiya sözü bilirsiniz necə bir sözdür? Belə abstrakt bir sözdür insanlar üçün. Yəni adı belə deyək, mən psixoloqam, mənim üçün bu həmin o anlama gəlir ki, yoran, bezdirən falan düşüncələr, düzdür? Yəni amma pasient üçün obsessiya sözünü deyəndə, obsessiv düşüncələr ona deyəndə, ya da hələ sadəcə düşüncə deyəndə onun qavraması bir başqa cür olur. Ona görə mən istəyirəm, baxın belə deyim, bax elə bilin ki, bizə uşaqlıqdan nə danışırlar? Nağıllar, hə? Yəni nağıllar nədən ibarətdir? Əslində kiminsə fantaziyalarıdır da, düzdür? Bu fantaziyaları da biz uşaqlıqda otururuq, dinləyirik, inanırıq, gözümüzün qabağına gətiririk. Bizə danışırlar, məsələn, qırmızı papaq olsun, hə? Nə bilim, getdi, qurtla rastlaşdı, nədir onun adı? Meşədə və uşaq olanda sən qorxu keçirdirsən, düzdür? Yəni mən istəyirəm indi bu obsessiya sözünü gətirək, biz dəyişdirək, fantaziya deyək ona. Oldu mu? Deməli baxın. Bu elə bilin fantaziyalar sizdə, bu düşüncələr fantaziya şəklində sizə gəlir birinci, birdən səhərdir, durmusunuz, iş görürsünüz, gəldi, zərər verməklə bağlı bir düşüncə gəldi. Fərqi yoxdur da, qorxursunuz kimə zərər yetirərsiniz, özünüzə mi, hamısına mı, uşaqlara mı, nə bilim, fərqi yoxdur, hə? Bu düşüncə gəldi sizə. Nə baş verir bu fantaziyada? Bu fantaziyanın dalınca bir başqası. Yəni ki, bu çoxalır sizdə, düzdürmü? İndi bizə nə lazımdır? Fantaziya çoxaldıqca nə olur? Siz reallıqdan daha çox qopmuş olursunuz. Yəni reallıqda siz unudursunuz ki, yəni bunu siz əslində heç vaxt etməzsiniz. Çünki ümumiyyətlə obsessiv insanlar götürəndə çox vicdanlı, yaxşı, təmiz qəlbli insanlar olurlar. Həqiqətən də əslində ümumiyyətlə onlar zərər verə biləcək bir potensialda insanlar deyirlər. Düzdürmü? Baxın, indi sizdə bu başlayan kimi fantaziya başladı. Gəldi, onun arxasını getməyə, o düşüncələr gəlir, onları dayandırmaq necə? Gəldi düşüncə, gəldi bu fantaziya. Deyirsən ki, özünə, mənim hal-hazırda neçə yaşım var? Tutalım da mən məsəl üçün indi 47 yaşındayım. Mən deyirəm ki, özümə bax 47 yaşında insanam, qadınam. Bu günə qədər mən kiməsə zərər vermişəm. Bax reallığı göstərirəm özümə. Reallıqda mən necə biriyəm? Mən vicdanlı biriyəm. Mən insanları insan sevərəm. Mən mərhəmətli insanam, düzdürmü? Yəni mənim bunu etmək bir heç vaxt niyyətimdə olmayıb və ümumiyyətlə hərəkətlərlə bağlı beyində bir başqa sistem çalışır, insan hərəkətə keçir. Düşüncələrlə, fantaziyalarla bağlı bu tam başqa bir sistemidir beynin, düzdürmü? Yəni ki, özünüz deyirsiniz ki, reallığa qaytarırsınız. Reallığı çoxaltmaq burada önəmlidir, düzdürmü? Reallığı necə çoxaldırıq? Özünüzə konkret olaraq göstərin. Fantaziya gəldisə, bu fantaziyadır, yoxsa reallıqdır? Bu fantaziyadır, deyirsiniz özünüzə. Bu reallıq deyil. Realda mən bugünə qədər heç kəsə zərər verə biləcək potensialda biri olmamışam. Eləməmişəmsə, bugünə qədər deməli etmərəm də. Yəni reallıq nədir? Reallıqda mən insanlara qarşı vicdanlı, mərhəmətli biriyəm. Həmən reallığa qaytarmaq, reallıqda müəyyən addımlar atmaq. Bax, gördünüz bu, gəldi sizə fantaziya, bunu özünüzə deyirsiniz, reallıqdan özünüzü qaytarırsınız, tutunursuz.
tutunursunuz reallığa. Və məsələn, sonra hansı addımı ata bilərsiniz? Gedirsiniz məsələn, dayanırsınız və ən çox harda siz sıxıntı o moment hiss edirsiniz, ola bilər burada hiss edirsiniz, ola bilər burada hiss edirsiniz, düzdür. Ora əllərinizi qoyursunuz və yavaş-yavaş dərin-dərin hələ bir oradan nəfəs alırsınız, verirsiniz. Hələ bir nəfəsinizi ora ötürürsünüz, verirsiniz, ötürürsünüz, ora verirsiniz və buraxırsınız. Düzdürmü? Bunu elədiniz, sonra nə? Sonra məsələn, yenə də tam bu nədir? İnsan özünü reallığa qaytarır, sinir sistemini möhkəmləndirir. Məsələn, oturun bir stulda. Düzdürmü? Stulda oturmusunuz, tam hiss edin ki, ayaqlarınız necə dirənir yerə. Direyin ayaqlarınızı yerə. Stuldan məsəl stul olmasın, kreslo olsun, ya stul olsun. Kənarlarından belə tutun, bərk-bərk. Bax, hiss edin də hər şeyi, nə varsa. Bildiniz necə? Bədəninizi tam oturan yer, necə oturmuşsa, ora tam belə basın kresloya, stula. Bunu edirsiniz. Yəni, birinci nəfəslə, sonra bununla, yəni ki, tam hiss etməyi, düzdürmü? Sonra nə edirsiniz? Sonra keçirsiniz, tutalım, hal-hazırda sizə xoş nə gələr, nə gözəl sizə təsir eləyər, nə isə bir dadla bağlı, nə isə sizə xoş gələr, hə? Tutalım, nə isə bir çay içmək, kakao içmək, kofe içmək, nə isə də bir sizə xoş təsir edən. Burada insan həm reallığa tutunur, həm burada sinir sistemi nəfəslə möhkəmlənir. Dərindən nəfəs alırsan, verirsən, bura əllərini qoyaraq. Bunu eləyirsən. Sonra, məsəl üçün, pəncərəni açırsan, yenə reallığa tutunmaq nədir? Pəncərələri açırsınız bir pəncərədə və belə bir uzaqlara baxmaq, hardasa, belə ümumiyyətlə ətrafa, dünyaya baxmaq. Göz gəzdirmək, nəzər salmaq, yenə reallığa qaytarmaq özünü. Gün ərzində söhbətləriniz əsasən OKP ilə bağlı yox. Söhbətləriniz bir çox şeylərdən olsun. Hə? Məsələn, indi dəbdə nələrdir? Baxın, araşdırın. Məsələn, OKP olan insan nə edir? Əsasən OKP-ni araşdırır. Fərqi yoxdur da, hansı saytlarda necə oxuyur, soruşur, baxır, danışır, ancaq bu haqda əsasən düzdür. Yəni, yenə də nədir? OKP-ni ciddiyə almaqdır. OKP-ni sən belə həyatının mərkəzinə qoyursan o cür. Əgər bütün günü onu sən müzakirə edirsənsə, araşdırırsansa, hə? Və özünə hələ bir nə olur, özünə yazığın gəlir burada. Və hə, deməli nə edirsən sən? Bunu ciddiyə almamaq üçün reallığı həyatınızda çoxaldırsınız. Məsəl üçün, dəbdə indi nələrdir? İndi siz qadınsınızsa, tutalım, qadınsızsa paltarlarla falan bağlı, maşınınız varsa və yaxud bu kişi də ola bilər də, kişi, qadın sürən, maşın sürən insan çoxdur. Hə, hansı, tutalım da, mənim maşınımın modelinin başqa nə modelləri çıxır bu il, hansılar çıxacaq gələcəkdə, nə bilim, müxtəlif aksesuarlar falan. Bu dəblə bağlı olsun, qonum, qonşu, rəfiqələrdir, dostlardır, onların həyatında nələr baş verir, başqalarına dəstək vermək, başqalarının həyatı ilə maraqlanmaq, nə bilim, küçədə bir pişik gördünüz, bir onu, nə bilim, nəsə yemək aldınız, verdiniz, yedirtdiniz, nə bilim, sığal çəkdiniz, nə bilim, yağışın altında gəzdiniz. Baxın, məsələn, o gün qəşəng yağış yağırdı, indi deyəsən yağır. Yağırdı, amma külək yox idi. Yəni, yağışın altında çətirlə gəzmək, dolanmaq, çoxaldmaq nəyi? Reallığı da həyatınızda reallığı çoxaldmaq. Ən əsas, ən belə sizin ehtiyacınız olan. Çünki o fantaziyayla bağlı düşüncə gələndə, o fantaziya gələndə sizə, o apardıqca sizi uzaqlara, hə, mən birdən belə eləyərəm, mən necə adamam, mən necə zərər verə bilərəm, bilmərəm eləyərəm, bilərəkdən eləyərəm, orada müxtəlif gəlir də, əxlaqla falan bağlı cürəbəcür gələ bilər. Və bunlar gəldikcə nə olur? Sən hələ beynində duman daha da çoxalır, duman çoxalır, hələ bir ayağının altını görmürsən də gəzəndə. Bərk duman, qatı dumanın olanda necə olur? İnsan bilmir hara addım atsın. OKP də səni o fantaziyaların dumanın içinə salır. Duman, hələ bir seyr, duman azalsın, duman seyrəkləşsin, sən ayağının altını rahat görə biləsən deyə sənə yardım edəcək ancaq reallığı çoxaltmaq. Reallıqda olan hər bir şeylə bağlı söhbətləri çoxaltmaq. Reallıqla, OKP ilə bağlı yox. Söhbətlər, kimlərləsə maraqlanmaq, kiməsə kömək etmək, dəstək olmaq, nə bilim, nə bacarırsınızsa, ağlınıza nə gəlirsə, hər şey etmək, nə ki sizə
reallığı daha da həyatınızda çoxaldacaq. Bax, birinci siz bunu başlayanda, necə OKP başlayanda balaca başladı, sonra gücləndi. Bu da balaca, siz eləyəcəksiniz, sizə gözünüzə elə bir şey görsənməyəcək də, deyəcəksiniz o qədər də kömək eləmir. Amma mütləq bir həftə içində sizdə bir 10% irəliləyiş görəcəksiniz. Mütləq görəcəksiniz. 10%. Yəni bunu da yavaş-yavaş, bu reallıq sizin həyatınızda yavaş-yavaş güclənəcək, çoxalacaq, bərkiyəcək həyatınızda, yeri möhkəmlənəcək. Sizdə fantaziyalar zamanla çoxalıb, düzdürmü? Çoxaldıqca qorxunuz çoxalıb, qorxunuz çoxaldıqca duman çoxalıb, düzdür? Dumanı seyrəkləşdirə bilərsiniz, azalda bilərsiniz reallığı çoxaltmaq ilə.